Birinci sual. Ana Süsənə nəyi öyrətdi? Dostlar, mətndə nədən danışılır? Süsən ehtiyatsız bir şəkildə qaçaraq yolu keçməyə çalışır, düzdür? Yola heç baxmadan. Anası da ona deyir ki, əvvəlcə yola baxmaq lazımdır. Maşın gəlmirsə əgər, onda keçmək olar, düzdür? Yəni anası ona necə ehtiyatlı olduğunu öyrədir. Səliqəli və ya çalışqan olmaqdan danışılmır burada. A variantı doğru cavabdır. Süsən niyə yolu keçmək istədi? Birinci abzasa baxaq. Yazıb ki, balaca Süsən anası ilə parka gedirdi. Birdən o yolun digər tərəfində xalasını gördü və Süsən sevindi, xalasını çağırıb onun yanına qaçmaq istədi. Yəni yolu niyə keçmək istəyir? Xalasını gördüyü üçün, xalasının yanına getmək üçün. B variantı doğru cavabdır. Mətnə görə nəyi müəyyən etmək mümkündür? A variantında yazılıb Süsənin hara getdiyini. Birinci cümlədə deyir ki, Süsənlə anası parka gedirdi. Bunu bildik. Deməli, Süsən parka gedir. Şərtdə də bizdən soruşur ki, hansı sualın cavabı var, düzdür? Hansı sualın cavabı müəyyəndir. Artıq A variantı bizim cavabımız oldu. B-yə baxaq, Süsənin neçə yaşı olduğu. Mətndə belə bir məlumat verilməyib, dostlar, qeyd olunmayıb. C-də yazılıb ki, Süsənin xalasının hara getdiyi. Sadəcə deyilir ki, Süsən xalasını görür yolun digər tərəfində. Amma Süsənin xalası hara gedirdi? Bu informasiya bizə verilmir. Deməli, mətnə görə sadəcə Süsənin hara getdiyini müəyyən edə bilərik. A variantı doğru cavabdır. Cümləni necə tamamlasaq, mətnə görə doğru olar. Ana həyəcanlı idi, çünki mətndə ananın həyəcanlı olduğu nə zaman göstərilir? Süsən yolu keçmək istəyəndə, yəni özünü təhlükəyə atanda, ehtiyatlı davranmayanda. C variantı doğru cavabdır. Süsənin onu xeyli sevindirməyi və yaxud da özünə yeni dostlar tapmağı barəsində mətndə heç bir məlumat yoxdur. Ona görə də bu bizim mətnimizə uyğun deyil. Doğru cavab oldu C variantında. Verilənlərdən hansı mətndə iştirak etmir? Süsənin anası mətndə iştirak edir. Süsən anası ilə birgə parka gedirdi. Süsənin xalası da mətndə var, düzdür? Xalası yolun digər tərəfində dayanmışdı və Süsən onu görməyə getmək istəyirdi. Süsənin nənəsi isə mətndə qeyd olunmayıb. Mətndə belə bir obraz yoxdur. Cavabımız oldu B variantında ona görə də. Hansı şəklin adında 2 A hərfi iştirak edir? Baxaq. Balıq görürük birinci şəkildə. Balıqda 1 A var. İkinci şəkildə kitab görürük. Yazaq kitab. Kitabda da 1 A var. Üçüncü şəkildə bayrağımızı görürük, düzdür? Yazaq bayraq. Bayraq sözündə 1, 2 dənə A hərfi var. Şərtdə bizdən 2 A hərfi olan söz istəyirdi. Cavabımız oldu C variantında. Nöqtələrin yerinə hansı söz uyğun gəlir? Mətnə baxaq. Zaur ağacdan alma dərmək istədi. Amma əli çatmadı. Çünki alma... Dostlar, məntiqlə, əgər alma yerdə ya da alçaqda olsaydı, Zaurun əli ona çatardı, düzdür? Amma alma sədəmə hündürdəymiş ki, Zaurun əli ona çatmır, onu dərməyə çatmır. Cavabımız olacaq A variantında. Hansı bənddə saitlər verilmişdir? A variantında D, T, hər ikisi samitdir. B variantında E, U, bəli, bunlar saitdir. C variantında M, N, bunlar da samitdir. Cavabımız olacaq B variantında ona görə də. Şeirdə nədən danışılır? Şeir oxuyaq. Kitab aldım əlimə, oxuduqca doymadım. Nağılın sonuna dək onu yerə qoymadım. İndi baxaq variantlara. A variantında yazıb ki, kitab oxumağa tənbəllik edən uşaqdan. Bu yanlışdır, düzdür. Əgər kitab oxumağa uşaq tənbəllik eləsəydi, onda onu oxumazdı. Amma bizim şərtlidir ki, uşaq kitabı oxuyur, hətta oxuduqca doymur, daha çox oxumaq istəyir. B-də yazıb, oxuduğu nağıldan doymayan uşaqdan. Bəli, bizim şeirimizdə tam da bundan danışılırdı. C-yə baxaq, nənəsinin nağılına qulaq asan uşaqdan. Şeirdə nənəsinin nənə obrazı yoxdur, nənəsinin nağıl danışmağı ilə bağlı heç bir məlumat yoxdur. Ona görə də cavabımız oldu B variantında. Şəkildə göstərilən əşyanın adında hansı heca iştirak etmir? Şəkildə çanta görürük, düzdür? Gəlin çantanı hecalara ayıraq. Çanta. Hecalara bu şəkildə ayrılmalıdır. Deməli, çan hecası var və ta hecası var. Çan var, ta var, amma tan hecası yoxdur. Ona görə də cavab C variantında olacaq. Nöqtələrin yerinə uyğun gələn söz hansıdır? Şeiri oxuyaq. Al əlvan rənglərimlə göyün yaraşığıyam. Sevir məni uşaqlar, mən bir al əlvan rəngli və səmada nə olar dostlar? Əlbəttə ki, göy qurşağı olar. Mən bir göy qurşağıyam. Karandaş al-əlvan ola bilər, amma göydə, səmada olmur, düzdür. Oyuncaq da eyni şəkildə rəngli ola bilər, amma səmada deyil. Ona görə də cavabımız C variantı olacaq. Hər uşaq sait ilə başlayan bir söz deməlidir. Hansı uşağın dediyi söz səhvdir? Gəlin baxaq görək hansı söz sait ilə başlamır. Məktəb. Məktəb sözü M hərfi ilə başlayır və M samitdir, sait deyil. Biz artıq cavabı tapdıq.
B-yə baxaq, ailə. Ailə sözü A hərfi ilə başlayır. Bəli, A saitdir. Ümid sözü Ü hərfi ilə başlayır. Ü də saitdir. Deməli, sait ilə başlamayan hansı oldu? M hərfi ilə başlayan məktəb sözü. A variantı. Cavabımız oldu A variantında. Şeirdə hansı şəkildəki əşyadan bəhs olunur? Şeiri oxuyaq. İşıq sönəndə şam yandırırıq. Şam işığında dərs çalışırıq. Şeirdə nədən danışılır? Şamla. Hansı şəkildə şam görürük? Əlbəttə ki, C variantında. A-da lampa, B-də isə ulduz verilib. Biz şamı axtardığımız üçün cavab olacaq C variantında. Hansı sözdəki K hərfi fərqli səslənir? Baxaq. Kənd, konfet, kəlimə. Kənd sözündə K kimi səsləndi. Kəlimə sözündə də K kimi səsləndi. Amma konfet sözündə K hərfi kimi səsləndi. Yəni, digər ikisindən fərqli oldu. Ona görə də cavabımız B variantında olacaq. Hansı meyvənin adını yazanda U hərfindən istifadə olunur? Bir-bir yazaq. Armud. Armud sözündə bəli, U hərfi var. Biz artıq cavabımızı tapdıq. Digərlərinə də baxaq. Alma. Alma sözündə U hərfi görürsünüz? Xeyr. C-yə baxaq. Banan. Bananda da eyni şəkildə U hərfi yoxdur. Cavabımız oldu A variantında.